Yani bazarlar o tutub yanır, bahalıq bitərdədir. 2 manatlıq alma 3 manat oldu. 2-3 manatlıq mandalin 4 manata qalxıb. İndi dostlar, baxın, bunun da bir alternativ variant etmək lazımdır da. O bahalaşdırmır. Məsələn, insanlar nə etməlidir? Utanmaq lazım deyil. Sən girirsən dükana, alma 2 kilo, al 1 kilo. Və yaxud da ki, evdə neçə nəfərsiz? 3 nəfər, 4 nəfər. Adam başına alırsan bir alma və yaxud da ki, 2 nəfərə bir alma, bir armud. Ya, əvvəl gedirdin zəmbillə, nə gəldi alıb doldururdun, yedin, yemədin, xarab oldu, atırdın. İndi siz də qənaata keçin. Rusiyada olanlar bilir, əvvəl məsələn, dururduq dükanlarda növbədə, görürdük ki, ruslar, yaşlı insanlar durub məsələn bir dənə ondan ver, bir dənə bundan ver, 100 qram bundan ver. Məsələn, fikirləşirdik ki, bunlar 100 qramı neydi, biz alanda kilo ilə alırıq. Əslində, o sistemə keçmək lazımdır. Büdcə qənaat etməlisən ki, qoy o monopolist qazana bilməsin səndən. Biz öyrəşmişik ki, bundan 50 kilo ver, nə bilim 50 dənə ver, 100 dənə ver, 5 dənə ver, 3 dənə ver, xeyr. Ümumiyyətlə, mən bunu məsələn, misal olaraq dedim. Amma bir alternativ fikir tapmaq lazım. Bahalaşmaya qarşı. Mən həmişə deyirəm, yeganə Azərbaycan dövlətində bu həyata keçirilir ki, Novruz bayramında, Qurban bayramında qiymətlər qaldırılır. Allah sizin cəzanızı versin. Bundan artıq nə deyək? O kasıb ki, imkanı olmur gedib o ətdən almağa, nə bilim, ananasdan almağa, banan almağa. Allah sizin cəzanızı versin. Heç o yığdığınızı rahat yeyə bilməyəsiniz ki, çünki o çəkdiyiniz kababın qoxusunda o kasıbın övladının gözü var. Nə bilim, nə deyim, əziz dostlar. Bu söyməli deyil, söyəsən, təhqir eləməli deyil, təhqir eləsən, sabah verələr məhkəməyə, gedindi məhkəmə yollarında qal. Qarğışdır, indiyə qədər də bu qarğışa görə heç kimi məhkəməyə verməyiblər. Daha bilmirəm, bizi verələr yoxsa yox. Mən həqiqəti deyirəm, əziz dostlar. Deyilmi? Yoxsa mən də yalan danışıram. Qafqaz qasalı, hər kəsə salam olsun. Bayram ölkədə olan bütün məmurlar apardı. Tahirdir, nədir, bilmirəm, onu bilirəm ki, bugünkü səfalətin, azlığın ölkədə olan bərbad durumun səbəbçilərindən biri də şəkildəki adamdır. Düzdür. Başqa şey yazıbdır. Mən biraz o rəyləri, əziz dostlar, görürsünüz ki, bəzən rəylərdə qismən radikallıq görəndə mən onu yumuşaldıram. Bu şəxs məşhur hakimlərdən, ali məhkəmədən tanırsınız, Tahir Kərimlini. Hər halda Qafqaz qasaqları bu problemlərdə onu da günahkar görür. Əziz dostlar, dəyərli tamaşaçılar, çox xahiş edirəm, hərəniz bir dəfə bəyənmə işarəsi verin, aktivlik artsın. Yenidən kanalda yenə başlamışıq Murov hadisələrinə, bizi izləyirlər, ermənilər izləyir, Allah bilir, bəlkə də şikayət ediblər deyə. İndi biraz da mən də dərs götürmürəm. O Natiq Qasımovla bağlı araşdırmamızda kanalı bir dəstə vurdular, şikayətlər elədilər Fransada yaşayan ermənilər. Bilirsiniz ki, bu platformada ermənilər daha çox üstünlük çəkir. Azərbaycanlılar bazarlarda daha çox üstünlüyə malikdirlər. Ermənilər amma, bax, bu da görürsünüz, bu platformalarda. Çünki fransız erməniləri daha aktivdirlər. Ona görə dostlar, mən sizdən xahiş edirəm ki, aktiv olun ki, aktivliyi kanalda bəyənmə, rəy, yazı, pozu ki, vurulma təhlükəsinə qarşı mübarizə aparaq.
Və burada Hüseyn İbn İshaq yazır, Əl-İbadi, aql və bütün milli vətənpərvərlik mövzusunu ailə və qadın pərsimindən ayırmaq lazımdır. Orduda, müharibədə olan qadın və kişi, qadın kişi xəyanətinə görə əziyyət çəkməməlidir. Qanı xarab, onsuz da bir vecdir. Sevda xanım Rəhimova, verilişlər yeritdilər millətə. Bəli, televiziya verilişləri ilə indi elə, indi dostlar, o bəzən elə sətir altı var, kanallarda nə isə şuurlara yeridirlər. İndi mən o jurnalistəm, onu tuta bilirəm. Yaxşı, siz tutmasaz yaxşı olur. Amma sonra da onu yayırlar, dostlar. Valla elə bir şeylər var, mən bunu deyə bilmirəm buradan. Etik normalar və elə o problemdə oldu ki, indi güya deyirik ki, nə bilim, abır var, həya var deyə bilmir. Amma onlar da oradan abırsızlar da işin görür. Neynə? Bax, nə isə demək istəyirsən, gözün bir abır həya səddi çəkilir. Amma onlar da görürsən ki, orada abır həyanı tapdaya gedirlər. Əziz dostlar, yalnız cəmiyyət buna qarşı mübarizə aparmalıdır. Mən bunu deyirəm, yəni bilin. Sonra kimlər nə yazıb? Efirlərə baxırsan, hamısı harda xarab adamlar var, çıxardırlar. Bir dənə kanal görməyəm ki, qaziləri efirə çıxardım, kəsilən pensiyanı işıqlandıram. İndi hörmətli Cəlal qardaşımız, bax görürsünüz, mən sizlərin sayəsində, yəni Səngər TV ailəsi olaraq, kifayət qədər bu mövzularda araşdırma aparırıq. Amma o hüquqları müdafiə etdiyimiz insanlar gözə çarpmır bu kanalda. Gözə çarpmırlar. Baxın, elə dediyiniz o qaziləri də götürün, əziz qardaş. Baxın, görəcəksiniz ki, harada TikTokda açıblar, düşüblər yarış. Mən baxıram, o bəzi qazilər var, düşüblər orada yarışlar. Qardaş, bu ad olmaz. Bəzən mən siqaret çəkən görürəm küçədə. Deputat görürəm, zabit görürəm, polis görürəm, prokuror. Olmaz. Sən küçədə elə həya-abırla getməlisən ki, sən küçədə küçə adamı deyilsən ki, durasan küçədə yeri gəldi, gəlmədi, siqaret çəkəsən. Xüsusən də bu Ramazan ayında baxırsan, insanlar, oruç tutan insanlar getdikcə çoxalır. Demirəm imanlı insanlar, ədalətli insanlar, imanı, dini olan insanlar çoxalır. İmanı, dini olmaq o demək deyil ki, sən namaz qılmalısın. Xeyr, o qədər namaz qılan imansız adamlar var ki, ədalətsiz insan var ki, siz, əziz dostlar, insanlığı, bax, harda axtarırsınız? Harda axtarırsınız insanlığı? Məsələn, biri deyir ki, yaxşı qardaşdır, namaz qılandır. Baxırsan ki, avaranın birisidir, namaz qılan. Yaxşı qardaş da hacıdır, onun həci getdiyi təpəsinə dəysin. Ziyalıdır, jurnalistdir, baxırsan fırıldağın birisidir, bunun jurnalistikası baş. Ümumiyyətlə, bütün insan, amma sizə mən nəyi deyirəm, dostlar? Heç bir təhsili olmasa belə, siz nəyi əsas götürməlisiniz? İnsanlıq, əxlaq, ədalət, mənəviyyat. Siz bunu götürməlisiniz. Yoxsa bu namaz qılandır, bu imanlıdır, bu imansızdır, bu şərəfsizdir, bu şərəf. Onu onunla götürməyin. İnsanlıq, bütün titulları, ən böyük titul, ən böyük rütbə insanlıqdır. İnsanlıq, bunu heç vaxt yadınızdan çıxartmayın. İnsan, böyük hərflərlə insan. Adam yox, hamı adamdır. İnsan. Hara baxırsan adamdır. Oğrudur, axmaqdır, nə bilim, cinayətkardır. İzah edə bilirəm.
Elnur İsmailov, bazarda qoz ləpəsinin kilosu 55 manata qalxıbsa, o hansı günümüzün bayramıdır? 90% kasıb millətin qozun ləpəsinin kilosu. İndi mən sizə burada nəyi demək istəyirəm? Bax, bunu deyirəm, edin. Bax, bura baxanlar. Sən niyə gedib 55 manata Bakıda hansısa marketdən qoz ləpəsi alasan? Hər bir şəxsin kətdə qohumu var, əqrabası var. Bax, Balakən, Zaqatala bölgələri hamısı qoz fındıq əkirlər. Sən uzağı deyəcəksən ki, oradan mənə yarım kilo, 1 kilo ləpə göndər. Həmən adam özü də o, nə bilim, avtobusa, rafa yol pulunu da özü verəcək. Sən niyə gedib rayonlardan 15 manata almırsınız, gəlib burada özünüz də lotluq elərsiniz, tirpaşlıq elərsiniz, götürürsünüz 2-3 dənə araba, girirsiniz Bravoya, Araza, heç bilmirsiniz onun vaxtı keçib, vaxtı keçməyib, aldığınızın tərkibində nə var? Vallahi günah bizim özümüzdədir. Pul olmayanda gedib məhlədəki dükandan, xanoğlandan alırsınız, Əlisafadan alırsınız. Pulunuz olanda, elə ki kartınızdan marşı çıxartırsınız, gedirsiniz, bunlar marketdən alver eləyəcəklər. Ged elə o xanoğlandan al da, dükan xanoğlandan al. Yenə bilirsən ki, məhəllədə 20 nəfər, 30 nəfər pensiyası köçənə qədər gedib xanoğlandan nisiyə mal alırlar da. Mən izah edə bilirəm. Yəni, cəmiyyət, Sevda xanım Rəhimova yazır ki, Aqil bəy, hamının qohumu yoxdur axı. Sevda xanım, vallahi axtarsan arasan var. Bax, bu günləri mənim şəxsən Lənkərandan tutmuş Ağdam, Lerik, Zaqatala, Balakən, Qax, Naxçıvan, hansı rayon deyirsən, tanıdığım adam var. Hansı rayon deyirsən. İndi yaxşı, indi sizlərin də içinizdə ola bilsin ki, bir rayonu tanımayasınız da, 2 rayonu tanımayasınız. Bilirsiniz, bax, yenə də deyirəm, cəmiyyət səfərbər olmalıdır. Bahalaşmaya qarşı cəmiyyət səfərbər olmalı. Alma. Alanda da az al. Sən hökmən gözləmə. İndi düz deyib, bəzi şeylər var ki, onu almalısan bayram günü. Sən bayramdan bir ay qabaq almalısan da, ləpəsidir, kişmişidir. Hökmən də gözləməlisən ki, bayram günü aladır. Bayram günü bu kişmiş ağacda deyil ki, təzədən dərib gətirib tər-tər bazara çıxarıb satacaqlar. Aydındır, göyərtidir, almalısan, çörək də almalısan, nə bilim, qaroxudur, sokudur, nə idi. Özdə, əziz dostlar, baxın, nə deyim, dostlar, valla, günah özümüzdədir. Təmbəlləşmə var. Təmbəlləşmə. Etirazı varsa, deyin. Və burada da yazır, Anar Pənahov yazır, Aqil bəy, o deyən yalan deyir, ən yaxşı qoz ləpəsi Vasmoy bazarda 15 manatdır. 15 manatdır. Bəlkə o kimsə 55 manat yazmışdı. Elnur İsmailov, qozun ləpəsinin kilosu 55 manat alıb bayram edə bilərik. Yox, doğrudan 55 manata yoxdur axı qoz ləpəsi. Yoxsa ola bilər, bəlkə də 55 manata var, bəlkə nə bilim 75 euroya da var, amma sən nə edirsən 75 evroluk? Sən get 15 manatlıq qoz ləpəsi al da, əziz qardaş.